Quilling sənəti ensiz uzun kağız hissəciklərin burulması yolu ilə hazırlanan çox incə və gözəl əl işləridir. Quilling sözünün mənası quş lələyi deməkdir. Bu sənət növü 14-cü əsrin sonu, 15-ci əsrin əvvəllərində Avropada monarxlar tərəfindən yaranıb. Onlar kağızdan spirallar hazırlayaraq kilsə kitablarını bəzəmək üçün istifadə edirdilər. Qədimdə rəngli kağızlar çox qiymətli olduğundan bu sənət 16-cı əsrdən etibarən ancaq yüksək təbəqənin qadınlarının məşğul olduğu incə sənət növünə çevrildi. 100 illik fasilədən sonra 20-ci əsrin sonlarından Koreyada quilling sənəti inkişaf eləyərək yenidən dirçəldi. Avropada bu sənətə hobbi kimi baxıldığına görə əl işlərində detallar az olur. Koreyada isə bu xüsusi incə sənət növü sayıldığından yüzlərlə detaldan istifadə olunaraq quilling janrında möhtəşəm və şahəsərlər yaradılır. Onu da qeyd eləyək ki, İngiltərədə Şəhzadə Yelizaveta belə bu sənətlə çox ciddi məşğul olaraq gözəl sənət nümunələri yaradıb. Bugün onun əl işləri Londonda Victoria və Albert muzeyində qorunur. Hal-hazırda İngiltərə, Almaniya, Koreya, Ukrayna, Rusiya kimi ölkələrdə quilling çox populyardır. Bir çox ölkələrdə uşaqların düşüncəsinin, yaddaşının, əqli və nitq inkişafında da bu sənət növündən istifadə olunur. Uzun zaman keçməsinə baxmayaraq, quilling sənəti dövrümüzə qədər gəlib çatıb. Müsahibimiz Zöhrə Babayeva bu sənətə olan marağından danışdı. 18 yaşımda artıq peşə ilə məşğul olmağa başlamışam. İlk dəfə bir yaxında quilling fotoşəklini gördüm. Mənə də hamı kimi çox qeyri-adi və mümkünsüz göründü. Daha sonra özüm də məşğul olmağa başlayanda bunun çox sadə, çox asan olduğunu dərk elədim. İlk əl işi bir gül olmuşdu. Əsas sevməkdir. Əsas, yəni insan istəsə hər şey qadirdir. Kağızların da ölçüləri müxtəlif olur. 1 sm, 5 mm, 3 mm, 8 mm. Yəni millimetr çox kiçik olduqca mənə elə gəlir, işin effekti də daha gözəl olunur. Daha çox 0.5-dən istifadə edirəm. Ən qısa əl işim 5 dəqiqə, 3 dəqiqə ola bilər. Ən uzun müddətli isə bir neçə aylar çəkə bilər. Kağız burma sənəti üçün heç bir xüsusi alət lazım deyil. Bunun üçün qayçı, yapışqan, xəttkeş, hər iki tərəfi rəngli olan kağızlar və onları burmaq üçün plasmas, metal, bir sözlə istənilən nazik bir əşyadan istifadə olunur. Əl işlərinin hazırlanmasında daha çox yarpaq və damla formalarından istifadə edilir. Seçilən alət vasitəsilə kağızlar səliqə ilə burulur. Hazırlanan spirallara forma verilərək müxtəlif elementlər düzəldilir. Həmin elementlərin toplusundan da gözəl əl işləri meydana çıxır. Bir çox sərgilərdə iştirak eləmişəm bu qısa müddətdə. Quilling özü insanlara çox qeyri-adi və maraqlı gəlir. Çalışıram ki, hər dəfəsində quilling insanları tanıdım. Sərbəst mövzuya daha çox üstünlük verirəm. Çünki konkret mövzu olanda insan özünü sanki məcbur olmuş kimi hiss edir. Amma sərbəst mövzuda sən bütün ruhunla, bütün daxili aləminlə o işi görürsən. Və mənə elə gəlir ki, sərbəst görülən iş daha gözəl və daha effektli alınır. Hal-hazırda dünyanın xəritəsi üzərində işləyirəm. Çalışıram ki, çox tez bir zamanda tamamlayım. Ən böyük arzum Azərbaycanda bu peşəni öyrədən tədris mərkəzlərinin olmasıdır. Söhbətimizin sonunda Zöhrə ilk dəfə 0.3 ölçüdə verilişimiz üçün hazırladığı əl işini bizə təqdim elədi.